Yaradılışı anlamaq üçün maddi olaraq deyil, enerji sahələri olaraq baxmaq lazımdır. Atom zərrələrindən kosmos cisimlərinə qədər hər bir element tam gerçəkdə enerji titreşimlərinə dayanmaqdadır. Bunu hər şeyin zahirinə baxdıqda görmək mümkünsüz ola bilir, amma var olmanın dərinliklərinə nəzər etdikdə sanlıqla şahidi olmaq olur. Hər şey titreşimlərdən formalaşır. Hər rəng, hər qoxu, hər görüntü özünə məxsus tezlik, yəni frekans ölçüsünə malikdir. Ümumi kosmik və mikro yaradılışın tam mənbəyi isə boşluq enerjisindən meydana gəlməkdədir. Enerji aləmində ayrılıq olmadığına görə deyilə bilər ki, hər şey bir-biri ilə sıx əlaqədədir. Yaradılışda Tanrının gerçəyini anlamaq üçün yaradılanlar arasında olan əlaqə bağlarına baxmaq kifayətdir. Tanrı həmin əlaqələrin özüdür. Bütün varoluş Tanrı zatından və ya nurundan formalaşmaqdadır. Allah hər yerdədir və bu gerçək hər şeyin əlaqəli olmağında özünü biruzə verir. Məhz buna görə də kəpənək effekti adlanan effekt mövcuddur. Kəpənək effekti zamanda geriyə gedilib, olduqca kiçik bir dəyişikliyin edilməsi ilə belə bütün zamanın fərqliləşməsi, bütün hadisələrin fərqli cərəyan etməsi ilə bağlı olan bir elmi fikirdir. Hər şey əlaqəlidir və heç bir xaos yoxdur. Yaradılışda xaosu iddia edənlər dərinlikləri anlamayanlardır. Tanrı var və hər şey onun zatından yaranmaqdadır. O səmada və ya fərqli ərş məkanında deyildir. Ərş hər yerin özüdür.